Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü videomuzda necə sürətli bir şəkildə qalimet kasdır onu göstərəcəm. Bu ordu istifadə eləyəcəyik. Bu orduda bunu bir aktiv eləyim. Aha. Yəni Sinsi Goblin ordusu. Burada kahramanların elə də bir önəmi yoxdur. Əsas Sinsi Goblinlərlə iş görəcəyik. Barbar Kralımı yeteneği falan düzəltdim. Dostlar, gördüyünüz kimi belə bir köy gəldi və depolar falan içəridədir. Amma ona rağmen necə qənimətləri toplayacaq onu göstərəcəm. Bir sağa solu təmizləyək ki, sinsi goblinlər falan sağa sola qaçmasın. İndi birinci yaxın olan hissələrdən belə edirik. Biraz attım və görünməzlik. Oradan sinsi goblinlər oraya aldı. İndi ikinci olaraq buradakı elə bir şey üçün atmamışdım ama neyse əlimdəydi. Buraya da bir dənə fırın. Sonra buraya da bir dənə fırın attım. Sağ sol bir təmizlənsin. Hepsini düşürdük o balonların. Bu kısımdan bir dənə də atıram. Duvar yıxıcı və koruyucu hələ ki gözlədirəm. Buradan uçan kareyi də attım. İçi boşda mı olsun, o içindən çıxan pekka falan lazım olacaq. Bu hissəyə bir dənə zıplama büyüsü atırıq və qanimet üçün bir dənə də öfke. Onlar öldü orada və mayın çıxdı deyəsən. Barbar Kralın özelliğini bastım. Oradakı depoya da düşürdü bu sayədə. Və geri qalan goblinləri də atıram. Buradakı bir dənə də görünməzlik. Ora getdiniz. Mən elə bildim belə deyə getməyəcəklər. Ona görə elə elədim. Onda koruyucuyu atıram və ardından bütün hamısını saldım. Çatdıra bilsələr o deponu da alacaqdılar, amma kasırğaya taxarlar. Yenə koruyucu vurur. Gördüyünüz kimi 1 milyon qanimeti bu şəkildə aldıq və klan kresi falan istifadə etmədən bir dəfə də eşləşmə oldu deyək. Bir də beləncik köy gəldi. Depolar falan çöldə olduğu üçün daha rahat olacaq. Bunları bir alaq. Bunlardan olsa bir qanimet gəlməyəcək, səviyyələri düşük olduğu üçün. Ama bir şey olmaz. Biz əsas depoları alacaq. 3 dənə əslində yetərlidir. Mən biraz orada çox attım. Buranı fırınlarını alacağım. Bura bir dənə duvar yıxıcı. Əslində heç onu almama gerek yoxdur idi. Amma yenə də qanimetdir. Bir dənə görünməzlik. Belediye binasını da almaq lazımdır, düzdür. Onu da koruyucuyu ataq. Buraya zıplama. Aha. Belediyeye gedirlər bu şəkildə. Öfke də attım. Belediye də düşdü. Qara iksir almağıma gerek var mı ki? Yenə də alıram. Yəni bütün qanimeti sömürək. Bir şey qalmasın. 50.000 iksir altın qaldı ama o nədir bilmirdim. Ha, tapdım. Geri qalan bunu da alaq. Bütöv sömürəkdən. Çıxa bilərik. 1.700.000. İndi duvar basaq buradan. Dostlar, bir də belə bir köy gəldi. Yenə depolarda da əsas qanimet, amma biz yenə də toplayıcılar falan almalıyıq. Dediyim kimi sinsi goblinlər sağa sola qaya bilir bəzən. Gözlədiyiniz yerə getməyə bilər. Üst hissədən bir dənə duvar yıxıcı atım. Sonra bir dənə görünməzlik və bir tane daha duvar yıxıcı. O çatana qədər ölərdi yoxsa.
Buradan görünməzlik ataraq altın deposunu almış sayılır, ona öyle de dəyməyəcəm. Buradan bir dənə zıplama büyüsü və sinsi goblinləri buradan atanmadım. Onun da canı azdı. Yine bu sefer alacağım. Bu hissədən də bir tane daha zıplatma büyüsü və geri qalan sinsi goblinləri atdıq. 9 dənə qaldı. Bu hissədən klan qalesini də almaq istəyərdim, amma depolar varmı ki? Deposu biraz doldu elə bil. Aldıq. Buradan bir dənə də zıplatma büyüsü, kraliçe və kralı atırıq. Koruyucuyu da atıram hatta. Sonrasına bir şey kalmadı. Fırınları falan da attım. Barbar kralın özelliğini bastım. Alamayacağımız üçün çıxıram. Yəni 1 milyon qanimet aldıq. Və bonusdan da verdi. Və gələk biraz daha duvar basaq. Yoxsa onun olsun tamamlayırıq o şey. Belə bir qanimet də gəldi. Burada da bayaqçı kimi depolardadır. Birinci bu depodan başlayıram. Depolar çöldə də elə çoxsu. Bu bizə biraz rahatlıq qatacaq. Buradan bir divarı yıxıcı atı buranı alsam mı diye düşünürdüm, amma yəqin ki gerek yoxdur. Buradan 5 tane atıram. Çünki onlar gec aktif olur. Neyse. Görünməzliklə dəstəklədik. Bura zıplatma büyüsü və hətta belediyə doğru buradan gedəcəm. Bir tane daha zıplatma büyüsü. Onu aldılar. Sonrası yoxdur. Yəqin ki. Belediyə binasında o qədər də qanimet yoxdur. Yəqin ki. Almağa çalışsaydıq bari. Barbar kral hələ də yaşayır qəribə bir şəkildə. Hadi barbar kral. Biraz irəlinə. Kraliçe yaşayır, o belediyə binasını aldıq qəşək. Hətta barbar kral aldı yəni onu. 2 dənə daha duvar basa bilirəm. Bu duvarları bitirmək lazımdır. Hələ çox işimiz var. Bəxtimizə belə bir köy gəldi. Allah hamiyə qismət eləsin. Əvvəlcə buradan şampiyonu atıb o belediyə binasının alım deyirdim, amma hız şişəsində deyilmiş. Neysə buradan sallayaq hamısını goblinlərin. Oradan mayınlar çıxdı, ama bir şey olmaz. Aldıq hamısını. Klan kalesi hardadır? Klan kalesine de bu şəkildə aldıq. Kahramanlara da basmalıyam əslində. Kahramanlara da bir əl atmaq lazımdır. Amma hələ ki boşa çıxan bir inşaatçım yoxdur. İnşaatçılar boşa çıxa kahramanları da yüksəldəcəm. Zar zor da olsa belə bir köy gəldi. Bunun depolarında biraz qanimet varmış. Onları bir alaq. Mənim kara iksir depom fulldür. Bir mənası olmur yəni kara iksir almağımın. Buradan duvar yıxıcımı atım. Geri qalan sinsi xorumlardan da atdıq. Görünməzliklə dəstəklədim oranı. Amma bomba onları çölə çıxartdı. Nətər oldu bilmirəm. Bu şəkildə bir bağlantı qurduq. Öfkə də atıram tez alsınlar. Hətta belediyə binasına raş atacaqdım, amma barbar kralı salaq içəri. Onu oxçu kuləsi alar. Kraliçeyi attım.
Şampiyonu da atıram. Oradan duvar yıxıcı atmağım yaxşı oldu. Barbar kralın özelliği partlayıbdı. Xəbərim olmamışdı ondan. Görünməzlik atdım. Kraliçeye ölməsin deyə. Bastım özelliğin. Bir dənə də görünməzlik atıram. O düşsün o belediye binasın. Ama düşməyi bilmir. Canı ilə doldurur. Sonra da aldıq. Bir tane daha duvar basabilirik. Bastım. Heç affı etməm. 2 milyon altın gəldi dostlar. Bunu bir alaq. Bu köydəki qanimetləri bir sömürək. Duvar yıxıcı. Öfke də atıram. Görünməzlikdə. Buradan bir dənə də ay 2 dənə attım. Bu hissələri isə fırınlarını alacaq. Oradakı altın deposun. Buradan ataq goblinləri. Görünməzliklə dəstəklədim. Ruhlar kahramanlar atlayır. Yox, oradakı altın deposunu alsınlar. Buradakı altın deposuna da atdıq. Geri qalanların. Barbar kralı atıram. Ovçu kraliçenin özelliğini də bastım. Sizdən yəqin ki bu kral kraliçe yatır bu dəqiqə. Yəni beləncə danışmağım bəlkə də göstərişlərin boşuna ola bilər. Ama inşallah değildir. Son bir divar kaldı. Onu da basıp videoyu bağlayarıq. 1 milyon ganimet geldi. Ne yaxşısa elə də uğraşdırmadı bizi. Bunu duvar yıxıcını aça bilseydim. Neyse bir dənə attım ha. Görünmezlik. Bir dənə də görünmezlik. Buradan da alaq bunları özümüz. Depolardan biri çöldeymiş. Siz olun, ganimet depolarını çöldə saxlamayın. O nətər qapattım hemen hərləndik. Spiçkadan ucu dəymişdi o da. Neyse barbar kral özelliğini basıram ora. Soğutucu ve kakımda. Öfke yardımıyla oranı aldık. Hatta utanmasak oradaki klan kalesini aldık. Hatta utanmadık. Neyse geriye bir şey atmağa gerek yoktu. Son bir saldırı da eləyirik. Aha, depolarda geldi bu sefer. Depolar yarıya da olsa doludur. Toplayıcılar da pardon. İksir toplayıcılar içəridədir. Ona görə onları bir duvar yıxıcı ilə bir açaq o duvarları. Bura atlama büyüsü. Bir şey qalmadı, çıxa bilər ki. Son duvarımızda bastıq. Hələ E hərfi qalır. E hərfi də gələn səfərə tamamlayaram. Sağ olun, salamat qalın.